Bax 19-cu misalda deyir ki, funksiya təkdir. Aralığında artandır, bərabərsizliyi həll edir. Bax bu 4 misalı yazmaq üçün birinci qaydadan danışaq. Qaydada deyir ki, əgər təkdirsə simmetri olmur. Bir tərəfli olur. Yəni tək olanda cavabın olacaqdır 1. Bir formada tək. Eləcə beləcənə bir cavab olacaq, aralıq kimi qutarır. Amma cüt olsa, mütləq ki bir simmetri olacaq. Birləşmə ilə belə bir 2 dənə cavabın birləşməsi olacaq. Bir simmetri olacaq. Məsəl üçün, mənfi sonsuzluqdan -5-ə, 5-dən müsbət sonsuzluğa bir simmetri olacaq ədəd oxunda. Aydındır? Təklə cütü belə ayırırsınız. Sonra artmadan danışıram. Artma. Artmada böyükdə böyük, kiçikdə kiçik olur. Azalmada kiçikdə böyük, böyükdə kiçik olur. Tərsinədir. Bayaqdan danışdığımız bütün misallarda bu söhbəti edirik. Deyirik ki, artma deyəndə böyükdə böyük, kiçikdə kiçikdir. Azalma deyəndə sözə qulaq asmır, tərsinədir. Kiçikdə böyük alır, böyükdə kiçik alır. Amma artıq qəşəng uşaq, sözə qulaq asan uşaq. Kənan kimi deyil. Qulaq as. Bax, gəldim buna. Bax, nə deyir buna? Buna lazım olan hissə bir budur, bir də budur. Tək deyir. Bilsən ki, bir mötərizə olmalıdır. Heç cavaba baxmayacaq. Bir mötərizə olmalıdır. Gəl. Salam. Sonra nə deyir? Artma deyir. Artma deyirsə, məndən ondan yekələr istəyir. Artma deyir də sözə qulaq asır. Qəşəkdir. Düzdür? Mən də ondan yekələri götürürəm. Ondan yekələr haradadır? Sıvəndə. Yazdım 19 oldu nə? S. Deməli, nə deyirdi? Artma deyirdi. Sözünə qulaq astıq. Yekə istəyirdi. Yekə götürdük. Sonra tək deyirdi. Tək dediyinə görə bir dənə mötərizəmiz oldu. Başa düşdük. Getdik 20-yə. Kənan, get görək. Kimdir? Sağ ol. Nə deyir? 20 nə deyir? 20-də yenə baxıram. Təkdir. Yenə bir dənə mötərizəm olmalıdır. Simmetriya yoxdur. Azalma deyir, azalma. Azalma deyirsə sözə qulaq asmır. Böyük deyəndə aşağı kiçik götürürük, kiçik deyəndə böyük götürürük. Buna bax. Mənə deyir ki, 7-dən balacalar. Düzdür? 7-dən balaca istəyirsə, tərsinə danışır da. 7-dən yekəni götürürəm. 7-dən yekə haradadır? Döbərəm. Sonra getdik 21-ə. Yenə çəkmişirəm xəttimizi. Bax, cütdür. Cütdürsə, mütləq ki, bir simmetriya olmalıdır. Və azalan deyir. Azalan isə sözə qulaq asmır. Tərsinə olur. Yekə istəyəndə balaca, balaca istəyəndə yekə. Bax, 6-dan balaca istəyir. Mən yekə götürəcəm. 6-dan yekələr. Düzdür? Simmetriyası olsun deyə 6-dan balacalar. Belə baxanda, misalı öyrənmək üçün, simmetriyası olan onsuz da bizdə dənə variant var da. Düzdür? Bax, 2 mötərizəli, bir dənə, 2 dənə cavab var. Simmetriyası da olan bizdə nədir? O da nədir? Yevən. Getdik 22-yə. Qulaq as. 22-də gör nə olur. Bax, yenə deyir cütdür. Cütdürsə yenə simmetriya olmalıdır. Düzdür? Sonra deyir ki, artandır. Artan dediyinə görə sözə qulaq asır. Yekə istəyəndə yekə, balaca istəyəndə balaca. 8-dən yekəni istəyir məndən. 8-dən yekəni istəyirsə, mən də 8-dən yekədən danışıram. Simmetriya olsun deyə, mənim 8-dən mənim sonsuzluğa deyil. Bax, qayda nədir aşağıda? Cüt deyəndə onsuz da 8-dən alırsa, mənim 8-də də onu almayacaqmı? Cütdürsə, onsuz da mənfi yiyəsidir, düzdür? Qutar. Ona görə 22-də oldu cavab, 7. Qutar.